Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Allah mütealadan istəyir ki, Allah itaat və ibadətlərinizi inşallah ki, ən ali dərəcədə qəbul eləsin. İnşallah ki, biz ötən dəfə Hz. Yusuf əleyhissalamın adına olan surənin ki, təfsirində, ictimai və psixoloji baxımından təhlilində ki, bu yerdə qalmışdıq ki, 43-cü ayədə Allah Müteal Qur'an-ı Kərimdə buyururdu ki, Misirin padşahı, şahı bir yuxu gördü və həmin yuxunu gördükdən sonra ətrafdakılardan soruşdu ki, oyandıqdan sonra mən belə bir yuxu görmüşəm. Bəs bu yuxunun yozumu nədən ibarətdir? Yuxunu da dedi ki, mən yuxu gördüm, yuxuda inəkləri gördüm, bu cür gördüm, indi təfsilatına daxil olmuruq. Misirin şahına da dedilər ki, ətrafdakılar qalu əvğasu əhlam və mə nəhnu bitəvilil əhlami bialimin. Dedilər ki, bu qarmaqarışıq yuxulardır, sənin ki, bu yuxular ki deyirsən, bunlar qarmaqarışıq yuxulardır. İndi bu qarmaqarışıq yuxuların biz mənasını bilmirik. Yəni, belə desək, biz bilmirik də, bu qarmaqarışıqdır, bunun mənası yoxdur, o qədər də ciddi bir əhəmiyyət kəsb eləmir, belə deyək. Amma o iki nəfər ki, zindanda olanda Hz. Yusuf əleyhissalam onlardan birinə ki, dedi, sən gedəcəksən, azadlığa çıxacaqsan. Hətta orada demişdi ki, Uzkurni ində Rabbik, məni də ağanın yanında yada salasan. Həmin adam birdən orada həmin adamlardan biri idi. Dedi ki, mən bu yuxunu yoza biləcək şəxsi tanıyıram. İndi üstündən nə qədər keçib, nə qədər ötüb. Birdən Allahın təqdiri və ilahi hükmü belə idi ki, burada onun yadına düşəcək Hz. Yusuf əleyhissalam. Zindandan azad olunanda ki, dedi, ağanın yanında məni yada salasan, yadına düşmədi. Burada yadına düşdü. Və deyir ki, dedi ki, zindana gəldi, Hz. Yusuf əleyhissalama yuxunu bildirdi və yozumunu istədi. Hz. Yusuf əleyhissalam da bildirdi ki, mən bu yuxunun yozumunu sənə deyəcəm və siz baxsanız əgər bu yuxunun nəticəsində də çox şey dəyişmiş oldu. Biz dünən də dedik, əgər Hz. Yusuf əleyhissalam o azadlığa çıxan adama məni ağanın yanında yadına sal dediyi zaman dərhal o getsəydi, ağasının yanında yadına salsaydı, Hz. Yusuf əleyhissalam bunun nəticəsində azad olunmuş olsaydı, o həmişə bağışlanmış bir şəxs kimi görünəcəkdi. Nəuzubillah, elə bir günah eləyib, amma onun əhv eləyib padşah. Bu cür görünəcəkdi. Amma Allahın təqdiri belə deyil. Allah öz yanında məqam və dərəcəsi yüksək olan bəndələrinə heç bir zaman imkan verməz ki, kimsə onların izzətini aradan aparmış olsun. Yaxud onlar izzət baxımından daha aşağı səviyyədə görünmüş olsunlar. Mümkün deyil. İndi bu hadisələrin biz gedişatına baxanda da görürük ki, Hz. Yusuf əleyhissalam dedi ki, birinci 7 ili siz əkin biçin edin, sonra qıtlıq ili gələcək, həmin o 7 ildə də nəyə riayət etməlisiniz? Sümbülü ilə saxlayın buğdanı. Bu yuxunu yozduqdan sonra da dedi ki, sonraki növbəti 7 il quraqlıq olacaq. İndi mövzu burada nədir? Mövzu budur ki, həmin adam gəldi, şaha dedi ki, bəs yuxunun yozumu bundan ibarətdir. Şah dedi ki, Hz. Yusuf əleyhissalam ki, yuxunu yozdu və yuxunun yozumunu ki, bu adamla dedi, həmin adam da getdi, şaha bildirdi. Şah dedi ki, onu mənim yanıma gətirin. Onu mənim yanıma gətirin ki, mən görmək istəyirəm onu. Burada çox incə bir məsələ var. Elçi ki, gəldi zindana gəldikdən sonra ki, dedi və Hz. Yusuf əleyhissalamı ki, artıq azad etmək istəyir. Hz. Yusuf əleyhissalam birinci azadlığı seçmədi. Dedi ki, sən şaha de ki, o əllərini kəsən qadınların bir hekayəsini, bir məsələsini araşdırsın ki, onların məqsədi nə idi? Burada ləyaqət məsələsi var. Yəni, ləyaqət o qədər uca bir məsələdir ki, Hz. Yusuf əleyhissalam zindandan azadlığa çıxmamışdan əvvəl bunu tələb edir ki, o qadınların məsələsi araşdırılsın ki, orada məsələ nə idi?
Əlbəttə özü bilir məsələ nədir. Amma o ki söz yayılıb ki, misal üçün günah barəsində, yəni özünün günahsız olduğunu hamının bilməsini istəyir. Və sonra necə olur? Sonra ayənin də sonunda deyir ki, İnna Rabbi bi keydihinnə alim. Deyir, mənim Rəbbim onların məkr və hiləsini biləndir. Sonra bu şaha bu xəbər çatandan sonra ki, şah bir məclis təşkil edir. Qadınlardan həmin qadınlar ki, həmin məclisdə iştirak etmişlər, onların bir məqsədlərini soruşur. Onlar da deyirlər ki, biz ondan bir pislik görməmişik, bir günah görməmişik. Və həmin o Misirin, o əzizinin yoldaşı da deyir ki, mən ondan kam almaq istəyirdim, o doğru olanlardandır, yəni günahkar mənəm. Hz. Yusuf əleyhissalamın dilindən Qur'an-ı Kərim növbəti ayədə onun bu işi istəməyində məqsədini bildirir. Hz. Yusuf deyir ki, ذَلِكَ لِيَعْلَمَ أَنِّي لَمْ أَخُنْهُ بِالْغَيْبِ وَأَنَّ اللَّهَ لَا يَهْدِ كَيْدَ الْخَائِنِينَ. Deyir, bu ona görə idi ki, mən ona görə bunu istədim ki, bu mənim Misirin əzizi olmayanda ona əsla xəyanət etməməyimi bilməsi üçün idi. Yəni, mən bunu ona görə istədim ki, o bilsin ki, mən xəyanətkar deyiləm. Mən xəyanət edən adam deyiləm. Görün ki, özünün azadlığa çıxmağından da əvvəl istədiyi məsələyə baxın ki, kim olsaydı əvvəl deyərdi ki, azad olun, gör sonra sizin başınıza nə oyun gətirirəm. Amma Hz. Yusuf əleyhissalam belə eləmədi. Dedi, yox, mən azad olmazdan əvvəl istədiyim məsələ budur ki, o şah araşdırsın o əllərini kəsən qadınların məsələsi nə idi? Yəni, ləyaqət və vədə vəfa etmək bu qədər önəmlidir. Və xəyanət bu qədər pisdir ki, Hz. Yusuf əleyhissalam deyir ki, o bilsin ki, qoy mən ona xəyanət eləməmişəm o olmayanda. Bunu bilsin. Və sonra da deyir ki, وَمَا أُبَرِّئُ نَفْسِ. Mən öz nəfsimi təmizə çıxarmaq istəmirəm ki, mən deyim ki, misal üçün, kim olsa çox adam deyər ki, görürsən, mən necə təmiz adamam, deyir, yox, mənim işim o, mənlə deyil. Mənim işim budur ki, yəni bilinsin ki, mən xəyanət eləməmişəm. Və sonra da deyir ki, Rəbbim çox bağışlayandır və mehribandır. İndi siz işlərin biraz əvvəlinə baxsanız, əvvəlində necə idi? Əvvəlində Hz. Yusuf əleyhissalam zindana atılanda da, o məclisi təşkil eləyəndə də Züleyxanın bir sözü vardı ki, siz ki, o qadınlara deyir, məni siz ittiham edirsiniz ki, öz köləsindən, öz qulundan kam almaq istəyir. Deyir, bax, həmin o gözəlliyin sahibini siz də görəndə əllərinizi kəsdiniz. Amma deyir, mütləqdir ki, mən ondan öz istədiyimi alacam. Amma ala bilmədi. Bu, onun göstəricisidir ki, insan bütün işlərdə Allaha təvəkkül edə bilsə, insanın işləri düzələr. Vallah düzələr. Qur'an deyir ki, وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْهِمْ بِالْبَصَرِ. Allah buyurur ki, bizim əmrimizin həyata keçməyi yalnız bir göz qırpımıdır. Bircə göz qırpımında Allahın ilahi təqdiri həyata keçəcək. Yetər ki, insan özünü Allaha həvalə etsin. Və siz baxsanız, Hz. Yusuf əleyhissalamın surəsində bura kimi olan hissə ki var, biz 3 yuxudan danışmışıq. Allah 3 yuxuyla bütün Misirin aqibətini dəyişir. Birinci yuxu Hz. Yusuf əleyhissalamın özünün görmüş olduğu yuxuydu. Atasına dedi. İkinci yuxu, baxsanız əgər, zindanda o 2 nəfərin görmüş olduğu yuxuydu. Üçüncü yuxu isə şahın özünün gördüyü yuxuydu. Və bütün bu yuxuların bir doğruluq payı var. Bütün bu yuxuların həqiqəti var. Yəni, Allah üçün hər şey çox rahatdır. Allah bir şeyin olmasını istəyərsə, o mütləq formada olacaq. Kimsə onun olmasına da mane ola bilməz. İndi qardaşları Yusufu atdılar quyunun dibinə. Mane ola bildilər, ola bilmədilər. Onlar istədilər ki, Hz. Yusufu görməsinlər. Amma nə oldu? Elə oldu ki, hamısı işin növbəti hissəsində Hz. Yusuf əleyhissalama möhtac oldular. Yaxud siz baxsanız, Allah öz işlərini elə tənzimləyir ki, o işlər mümkün deyil ki, onsuz da həyata keçməsin. Və hərdən də həyat elə olur ki, yol olmayanda Allah bir elə yerdən yol açır ki,
İnsan heç həmin yerdən yolun olacağını, qapının olacağını gözləmir. Hz. Əli əleyhissalamın sözüdür ki, Allah bəzən elə yerdən qapı açır ki, həmin yerdə qapı olmur. Bəs yaxşı, həmin qapının açılması üçün bizim məsuliyyətimiz nədir? Allaha təvəkkül etməyi bacaraq. İndi əlbəttə biz belə adamlarıq ki, indi Allah bizə 5 dəfə bir xeyir bir şey versin, yaxşılıq etsin. Ümumiyyətlə bizim hamiyə münasibətimiz belədir ki, kimsə bizə bir neçə dəfə yaxşılıq etsin, bir dəfə yaxşılıq etməsin, dərhal o yaxşılıq edə bilməməyi gözümüzün önünə gələcək. Əvvəl neçə dəfə yaxşılıq eləyib, bir söz yadımızda olmayacaq. İndi bizim xüsusiyyətlərimiz var da, belə xüsusiyyətlərimiz. Elə həmişə də deyəcək ki, filan kəs mənə kömək eləmədi. Nə qədər kömək eləyib, amma yox da insan belədir. İnsan özünə edilən yaxşılıqlara qarşı həmişə, belə desək, layiqli şəkildə davranmır. Amma bir dəfə kiminsə əlindən yaxşılıq gəlməsin eləmək, dərhal o yaxşılıq ki, əlindən gəlməyib, həmişə onu deyəcək. Amma Allah insana ki, rəhmət göstərir, Allahın insana axı bir şeyi verməyi də hikmətdəndir, verməməyi də hikmətdəndir. Allahın mənim istədiyim bir şeyi mənim həyatımda mənim üçün etməyi də mənim xeyrimədir, etməməyi də xeyrimədir. Və siz baxsanız, əgər Allah Müteal Hz. Yusuf əleyhissalamın surəsində bizə öyrətmiş olduğu ibrətlərdən də biri budur ki, ləyaqət çox önəmlidir. Və insanın xəyanət kimi xəbis xüsusiyyətdən uzaq qalmağı da çox önəmlidir. Hətta Hz. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyururdu ki, Mən kânə yu'minu billah vəl yevmil axir fəliyyəfi-izə vəad. Allaha və son günə, yəni axirət gününə imanı olan şəxs verdiyi vədə vəfa eləsin. Əsla verdiyi vədə, yəni xəyanət etmiş olmasın. Allah Quran-ı Kərimdə buyurur ki, İnnəllaha la yuhibbul xainin. Allah xain olanları sevməz. Kim ki xainlik etmiş olar, Allah sevməz. Bunun insanın həyatına başqa təsirləri də var. Hz. Peyğəmbər salavatullah buyururdu ki, əminlik, yəni etibarlı olmaq insana ruzini cəlb etdirər. İnsanın malı çoxalar. Xəyanət isə insana fəqirlik qazandırar. Kimsə xəyanət etmiş olsa, onun malının da bərəkəti olmaz. Yəni, bu xüsusiyyət bu qədər hər tərəfli insan həyatına təsir edən xüsusiyyətlərdəndir. Və siz baxsanız, bütün işlərin də əvvəli etibardır. Etibar olmalıdır. Etibar olmasa heç bir şey olmaz. Hz. Əli əleyhissalamın Şureyh ibn Harisə bir məktubu var. Şureyh ibn Harisə Hz. Əli əleyhissalam belə deyirdi. Şureyh ibn Haris həmin dövrün qazilərindən idi. Səlahiyyət sahiblərindən idi. Hz. Əli əleyhissalama xəbər çatır ki, Hz. Əli əleyhissalamın öz dilindən desək, Həzrət buyurur ki, deyir, mənə sənin 80 dinara ev almağın və bir neçə adamı da bu barədə şahid tutmağın barəsində xəbər çatıb. Məndə məlumat var ki, sən 80 dinara ev almısan. İndi Hz. Əli əleyhissalamın onun 80 dinara ev alması ilə işi yoxdur. Məsələ nədir? Həzrət buyurur ki, ey Şurey, tezliklə sənin yanına sənədə baxmayan, bu evi ki alanda bir neçə nəfəri ki şahid tutulsan, sənəd tərtib eləmirsən. Yəni sənədə baxmayan və şahidlərdən də heç nə soruşmayan bir kəs gələcək. Yəni Əzrail tezliklə sənin yanına gələcək. Səni həmin evdən gözün baxa-baxa çıxaracaq. Hər şeydən ayrı olacaq, goruna tapşıracaq. Yəni sənin yanına elə şəxs gələcək ki, heç kimlə nəsə soruşmayacaq. Səni həmin evdən çıxaracaq, elə yerə aparıb dəfn eləyəcəklər ki, sənin o evdən bir daha əlaqən qalmayacaq. Məsələ nədir? Deyir ki, Şurey, bax, məbadə bu evi başqasının pulu ilə almış olasan. Məsələ ev almaq deyil. Yəni, məbadə bu kiminsə pulu ilə almış olasan bunu. Kiməsə zülm eləmişsən, yaxud kiminsə pulu olub, onun pulu ilə qəsb eləmişsən, almışsan. Görün, nə qədər önəmlidir bu məsələ. Nə qədər önəmlidir ki, Hz. Əli əleyhissalam deyir ki, bax, burada diqqətli olun. Əgər belə etmirsənsə, bil ki, sənin aqibətin bu cür olacaq. İndi Allah Müteal
bütün işlərdə də etibarı bizim üçün ən yüksək bir xüsusiyyət təyin edir. Elə mübarək Ramazan ayında bəndənin Allah yanında özünün etibarlı olduğunu göstərməsidir də. Yəni, ilahi, mənə etibar edə bilərsən. Mən sənə görə yox deməyi bacarıram. Peyğəmbər və Ali Peyğəmbərə bir salavat zikr edək. Və Allah Müteal, siz baxsanız bu mübarək surədə bizə öyrətmiş olduğu digər məsələ də budur ki, heç kim əslində heç nəyə mane ola bilməz. İndi növbəti ayələrdə, sonraki günlərdə inşallah ki, biz qeyd etmiş olacaq və siz görəcəksiniz. Surənin əvvəlində ki, Həz. Yaqub dedi ki, vaxt gələcək sən müəyyən şeylər barəsində xəbər verəcəksən. Həqiqətən də belə olur ki, növbəti hadisələr elə cəryan edir ki, Həz. Yusuf əleyhissalam qardaşlarının belə onu etmiş olduqları şey barəsində onlara xəbər verir. Yəni, bu Allahın hökmüdür. Bunlar, nəuzubillah, o inkar edənlərin dediyi kimi nağıllar deyil. Bu, təkcə həmin tarixi hadisələr də deyil. Allahın nuru heç bir zaman sönməz. Xeyri yoxdur, Həz. Musanı Nilə də atsalar və yaxud da ki, Həz. İbrahimi yandırmaq da istəsələr, Həz. Yusufu quyunun dibinə də atsalar, mümkün deyil. Həz. Nuhu tərk də eləsələr, mümkün deyil. Nə necə olmalıdırsa o olacaq. Olmaması da qeyri-mümkündür. Dünən bir hədisi qeyd etdim, amma istəyərəm o hədisi bugün də inşallah qeyd edeyim. Səbəb budur ki, o hədis çox özündə dərin hikmətləri bütün hədislər kimi ehtiva edir. Bizi Allahdan başqalarının çox sevməyi də təhlükəlidir. Təkcə Allahın sevgisidir ki, bizə olan məhəbbətidir ki, orada ifrat ola bilməz. Və həmin məhəbbətdir ki, o məhəbbətdən təhlükə ola bilməz. Allahın xaricində bütün bizə göstərilən məhəbbət və bizim göstərdiyimiz məhəbbət əgər Allaha görə deyilsə, təhlükəlidir. Bir yerdən o tərəfə təhlükəlidir. Necə təhlükəlidir? İmam Rıza əleyhissalam buyurur ki, məhbəsdə olanda, zindanda olanda Həz. Yusuf əleyhissalama zindanın gözətçisi onun davranışlarına baxıb dedi ki, mən səni çox istəyirəm, çox sevirəm. Həz. Yusuf əleyhissalam da dedi ki, mənə belə söyləmə, mənə belə demə. Niyə mənə belə demə? Dedi ki, çünki atam məni çox istədi, qardaşlarım da buna görə mənə həsəd etmiş oldular və məni aparıb qul kimi satdılar. Sonra deyir, bibim məni çox istədi, sonra o da məni oğurluqda ittiham elədi. Nə var, onun yanında qalsın deyə. Olmadığı bir şey onu oğurluqda ittiham elədi. Sonra dedi ki, Misirin o əzizinin yoldaşı məni çox istədi və nəticədə də mən məhbəsdəyəm, zindandayam. Yəni, mənə belə demə. Buradan məlum olur ki, Allahın məhəbbətindən başqa bütün məhəbbətlər bizi təhlükəyə sala bilər. Təkcə Allahın məhəbbətidir ki, o məhəbbət bizə hər bir zaman xeyir verəcək. İndi görmüsünüz də, həyatınızda görmüsünüz, bir adam gecə-gündüz deyir ki, mən səni çox istəyirəm, səndən başqası mənim üçün yoxdur. Zaman gəlir, həmin adam elə rəftar edir ki, elə bir keç bu söz deyən bu adam deyil. Bir adamın bir adamı çox istəməyi, həddindən çox istəməyi səbəb ola bilər ki, zaman gələcək həmin adam heç kimi eləmədiyi nifrəti də ona eləyə bilər. Bu, tarix boyu görünən şeylərdir. Təkcə Allaha görə olunan məhəbbət, Allaha görə olunan sevgi, Allahın bizə olan sevgisidir ki, orada bir təhlükə ola bilməz. İndi sözümüzün tamamında da inşallah Allahın izni ilə bu telefon səsi bitmiş olsa bir nöqtəyə toxunacam inşallah Allahın izni ilə. Peyğəmbər və Ali Peyğəmbərə bir salavat zikr edək. Son illərdə siz baxsanız, cəmiyyətdə bir tendensiya yaranıb ki, inkarçılıq şuuru çoxalıb. Biraz da bu, insanları manipulyasiya eləmək üçün, insanların diqqətini cəlb etmək üçün bir alətə çevrilir.
dəb kimi. Misal üçün, indi çıxıb biz orucun fəzilətlərindən danışaq. Mübarək Qur'an-ı Kərimdə oruc barəsində orucun vacib əmr olduğunu qeyd eləyək Bəqərə surəsində. Görərsiniz ki, elə çox adam üçün elə bildiyi, eşitdikləri sözdür də. Amma biri çıxıb deyəndə ki, İslamda filan şey yoxdur, oruc yoxdur, namaz yoxdur. Biraz da geçsə deyəcək, ümumiyyətlə, İslam yoxdur. Tez görürsən ki, elə cəmaatın çox tez başlayır qulaq asmağa. Bir qismi ona görə qulaq asır ki, bu onların istədikləri sözdür, məsuliyyətdən qaçmaq üçün. Bir qismi ona görə qulaq asır ki, bu təzə sözdür. Biraz da insanların belə bir xüsusiyyəti var ki, onlar inkarı sevirlər. İnkar olunan bir şeyi sevirlər ki, inkar olsun. İnsanlar yoxa çox meyillidirlər. Neçə əsr görürsən ki, o bir adam vardı, deyir bir yerdə, alimlərdən biri deyir ki, deyirlər bir zooparkda şir bəs Allah deyib, hamı gedir baxmağa, bu ruhani deyir ki, mən 30 ildə Allah deyirəm, gəlib mənə heç qulaq asmıyorsunuz. İndi o şir bir dəfə Allah dedi, hamı çıxdı, yetiz baxdı. İndi nümunəsi buradan uzaq. İndi insanların da bir qismi belədir ki, onlara inkar barəsində, məsələn, çıxın deyin ki, namaz var, neçə illər onu təbliğ eləyir. Görürsən ki, elə eşidən bir qismdir, bir qismi də heç qulaq asmaq fikri yoxdur. Namazın fəzilətindən danışın, orucun fəzilətindən danışın. Amma birdən çıxıb desəz ki, namaz yoxdur, filan şey yoxdur, filan şey yoxdur, həcc yoxdur, filan şey yoxdur. Halbuki bunu deyən adamın özü də yeri gələndə bütün bu əməlləri edib, sonra günlərin bir günü bunun, belə deyək, məhşurluq sindromu tutub və insanların diqqətini cəlb eləmək üçün necə eləyək, bizim cəmaatda meyillidir, hayaküyə, filan şey yoxdur. Yoxdur, yoxdur. Heç soruşan yoxdur ki, bunun əsası nədir, niyə yoxdur, niyə var? Bir şeyin var olduğunun üçün 10 dənə dəlil istəyirlər. Amma bir şeyin yox olduğunu deyəndə heç dəlil istəyən yoxdur. Niyə var, niyə yoxdur, bunu soruşmaq lazımdır. İndi nəyə görə? Bu xəstəlikdən uzaq qalmaq lazımdır. Çox təhlükəli xəstəlikdir ya. Çox təhlükəli xəstəlikdir ki, insan Allahın müqəddəs kitabında var olan bir şey desin ki, yoxdur. Yaxud var olan bir şey desin ki, o cür deyil, başqa cürədir. Bu təhlükəli bir xəstəlikdir. Və bunu nəyə görə qeyd etdim? İnkarçılıq xəstəliyi son bir neçə əsr ərzində yaranıb. Necə yaranıb? Bu cür yaranıb ki, dediyim kimi, bir qism özünü məsuliyyətdən uzaq qaçmaq üçün, məsuliyyətsiz İslam formalaşdırmaq üçün, dindarlıqsız din formalaşdırmaq üçün bu yola üst tutdu ki, insanları da yoldan çıxarmaq və özünün məhşurluğu üçün bu yola üst tutdu ki, filan şey yoxdur. Filan şey yoxdur, hədis yoxdur, kitab yoxdur, ümumiyyətlə, həcc yoxdur, kitab, Quran-ı Kərim müqəddəs deyil. Ürəyindən nə gəldi də, elə bil ki, bu kimin ürəyindən istədi, o yoxdur. Kimin də ürəyindən istəyirsə, o var. Belə bir İslam formalaşdırıldı. Burada təhlükəlidir ki, və siz baxsanız, halbuki Quran-ı Kərimin bütün mətləblərinin də bəyanı üçün Əhl-i Beyt əleyhissalamın onlara izahı lazımdır. Quran-ı deyir Nəhl surəsində, Quran-ı Kərim buyurur ki, bilmədiyinizi zikr əhlindən soruşun. Əgər mən bilmədiyimi zikr əhlindən də əlbəttə Mistaq Əhl-i Beyt əleyhissalamda soruşuramsa, demək bunun izahı olmalıdır. İzahı varsa kimsə hədisi necə inkar eləyə bilər? Bu ayrı sözdür ki, tarix ərzində yalan hədislər olub, bu ayrı bir mövzudur. Bu sahənin də mütəxəssisləri var. Bəli, hədisin də özlüyündə mütəvatir, həsən və zəif olmaqla növləri var. Onun sənəd məsələsi var, rical məsələsi var, ravi məsələsi var. Amma bu o demək deyil ki, hər yoldan keçən heç bir sahənin mütəxəssisi olmayan adam gəlib bu barədə danışa bilər. Amma təəssüf ki, bizim cəmiyyətimizdə belə şeylər var ki, bir adam bir mövzu barəsində heç bir şey bilmir, amma elə danışır ki, elə bil bu mövzu barəsində mütəxəssisdir. Görürsən ki, mütəxəssis olan qalıb qıraqda, mütəxəssis olmayan elə danışır ki, heç kimə də imkan vermir. İndi adının da yanına bir-iki həftə keçir, bilmirəm, harada o titulu əldə edirlər, adının da qabağına yazır ki, ilahiyyatçı filan kəs, dinşünas filan kəs, hansı dinin ilahiyyatçısıdır, hansı dinin dinşünasıdır, bilmək olmur. Bizim də cəmaatımızda biraz qəribə bir şey var ki, elə şeylər var, onları mənasız yerə sorğuluyurlar. Elə şeylər var ki, amma burada sorğulamaq lazım ki, filan kəs, sən necə oldu ilahiyyatçı oldun? Sənin bu sözünün dəlili nədir? Elə yer var ki, onu soruşmurlar. Buna görə bizim məsuliyyətimiz nədir? Bizim məsuliyyətimiz budur ki,
onsuz da tarixin hər bir zamanında bu növ fikir qrupları olub. Bunların tarixi indidən başlamayıb. Sadəcə o necə ki toxum cücərə-cücərə müəyyən formalardan keçir, həmin fikirlər də bax bu cürdür. Tarixin hər dövründə başqa növ formaya düşərək cəmiyyətin beyninə bir zərərli bir şey kimi düşmüş olub. Bizim də məsuliyyətimiz budur ki, bu şeylərin qarşısında mənəvi məsuliyyətimizi bilmiş olaq. Və Allah mütəalın izni ilə inşallah ki, biz Hz. Yusuf əleyhissalamın adını olan surənin təfsirini qarşıdakı günlərdə də inşallah ki, davam etdirəcəyik. Allahdan istəyir ki, Allah mütəal mübarək Ramazan ayının feyzindən bizi binəsib eləməsin. Allahdan istəyir ki, Allah mütəal mübarək Ramazan ayında kimin nə sıxıntısı varsa, çətinliyi varsa, Əhl-i Beyt əleyhimussalamı xatir həmin şəxslərin sıxıntılarını, narahatlıqlarını aradan aparsın. Allahdan istəyir ki, Allah mütəal bizi zəmanənin imamının xidmətçilərindən qərar versin. Allahdan istəyir ki, Allah mütəal bizim az olan itaat və ibadətlərimizi ali dərəcədə qəbul eləsin. İtaat və ibadətlərimizin qəbulu üçün, zəmanənin imamının salamatlığı üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edək.